Arif Məmmədov. Çoxunuz bu adı xatırlayırsınız. Amma Heydər Əliyevin verdiyi qərar bu insanın həyatını tam bir anda dəyişdi. Mayor Arif Məmmədov ailəsi ilə Lənkəranda yaşayır. Lənkəran Dövlət Universitetinin hərbi kafedrasında müəllim işləyir. Çəkiliş üçün onun yanına getmək istədi. Amma o dedi ki, əgər söhbət Ulu Öndər Heydər Əliyevdən gedirsə, mən özüm gələrəm. Gəldi də. 8 il səngərdə olmuşam. Ağır döyüşlər keçmişəm. Şuşa, Malıbəri, Kərkican, Daşaltı, Kəlbəcər, Ağdərə, Laçın, 11 ay Murad dağı, Füzuli, Tərtər, Ağdam. 50 şəhid gözülmüşəm, bu heykəl aparmışam. Mən həmin gün dünyada məncə ən xoşbəxt insan mənəm. Kim? Dünya siyasətinin lideri, dünya şöhrətli insan, Atatürk ordeni, Şah İsmail Xətayinin davamçısı, 60 milyonluq dünya Azərbaycanın sönməz günəşi, Ulu Öndəri, Azərbaycanın baş mimarı, dövlət qurucusu, Azərbaycanın konstitusiyasını yazan, dünyanı iddia etməyə qadir bir şəxs, Azərbaycanın şah əsəri, rəhmətli Heydər Əliyev mənə 1994-cü ilin 27-si yanvarda mənə Azərbaycan bayrağı ordeni Ulu Öndər tərəfindən almışam onu, təltif olunub. Bu Azərbaycan bayrağı ordeni də Fransada hazırlanmışdı. İlk Azərbaycan bayrağı ordeni alan zabitlərə, yüksək rütbədə olan zabitlərə Ulu Öndər özü onu təqdim edirdi. Ona görə də mənə ayın 7-sində, dekabrın 7-sində Səngərdə mənə xəbər verdilər ki, komandir briqada mənə dedi ki, sabah olmalısınız prezident aparatında Ulu Öndər sizə Azərbaycan bayrağı ordeni təqdim edir. Kimlər Azərbaycan bayrağı ordeni almışdı? Onlar hamısı bir-bir olaraq dəvət edirdilər. Ulu Öndər də onlarla görüşürdü, təqdim edirdilər, gedib otururdular. Sonra mənə söz verdilər. Mən də onda baş leytenant idim. Tabor komandirin təlim-tərbiyə üzrə mavini idim. Təlim-tərbiyə deyənəm, keçmiş zampalit kimi deməkdə. 650 zabit və əskərin tabor komandirin mavini idim. Mayor vəzifəsində idim. Mənim də tarixdə Yaşar Aydəmirov mənə tağım komandirindən zampalit batalyon təyin edib. Yəni, baş leytenant Doj vəzifəsindən mayor vəzifəsinə qoyub, Ulu Öndər də mənə baş leytenantdan mayor verdi. Yəni, mən də gəldim, onunla görüşdüm rəhmətli ilə. O qədər sadə insan ki, Azərbaycan bayrağı ordeni mənə verdi. Gördüm, gülür. Mən ona intonasiya ilə, arıq bir baş leytenantım da orada. Görüşdüm onunla, o gülürdü. Dedim, cənab prezident, onlar keçdiyim ağır dəhşətli yollardan 100%-dən 1%-in danışıb, dedi, çıx danış. Mən də çıxdım orada, danışdım hamısını. Harada olmuşam, neçə il Səngərdə olmuşam, nələr görmüşəm, nə eləmişəm. Mən ona dedim də, mən mayor borclusundayım. O da gəldi mənim, axırda görüşdüm onunla, balası kimi bağrına bastı, alnından, üzümdən öpdü. Bu nədir bu? Stas leytenant. Bəli. Mən sənə mayor zvaniyası verdim. Sağ ol. Yeganə zabitəm ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən baş leytenantdan mayor almışam. Mən demək olar ki, Azərbaycanda ən xoşbəxt insanım.